Bismillahirrahmanirrahim. Şəvval ayının 25-i elmi ilə qaranlıqları nurlandıran, hikməti ilə qəlbləri oyadan, minlərlə insanları haqq yoluna yönəldən Həzrəti İmam Cəfər Sadiq ağanın şəhadət günüdür. Həzrəti İmam Hicri 83-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir. Uşaq yaşlarından elm və fəzilət ocağında böyüyərək, atası Həzrəti İmam Muhammed Baqir ağadan sonra bu məktəbin bayraqdarı oldu. Həzrətin 34 illik imamlıq dövründə İslam elmin dirçəldərək fiqh, təfsir, əqidə və əxlaq sahələrində böyük bir məktəb qurdu. Minlərlə şagird yetişdirdi və bu günə qədər Cəfəri məzhəbi ağanın adı ilə tanınır. Amma təəssüf ki, bu böyük əzəmətli həyat zülmkar hakimiyyətin hədəfinə çevrildi. Hicri 148-ci ildə 65 yaşında imam zəhərlənərək şəhadətə çatdırıldı. Ağanın pak qəbri Bəqi qəbirstanlığında yerləşir. Bu ağır müsibət münasibəti ilə Həzrəti İmam Zaman ağa başda olmaqla bütün müsəlmanlara dərin hüznlə təsliyyət deyirəm. Allah